tanıyıram bir neçə mütəxəssis, məsələn, həmin fakültələrdə dərs deyən, namizədlik və doktorluq dissertasiyasını sizin söylədiyiniz regionlardakı siyasi proseslər üzrə müdafiə edənlər. Mən onları dəfələrlə efirə dəvət eləmişəm. Nə deyirlər? Deyirlər, rektorlar bizə icazə vermir. Dekanlar ümumiyyətlə yəni düşünürlər ki, siz necə universitet rəhbərliyindən icazəsiz efirə çıxa bilərsiniz. Bu eybəcər yanaşmanı dəyişmək lazımdır. Bəs mütəxəssis danışmasa, bir nəfəri tapıb danışdıracaq, o da olacaq hər şey şünas və cəmiyyətə yanlış yorumlar təqdim olunacaq, cəmiyyətin fikri yanlış yerə gedəcək, cəmiyyət çox səthi düşünəcək. Bax, bizim o indi bu rektorlar elm adamlarıdırlar. Düşünə bilirsinizmi? Bu nə yanaşmadır? Bu elmə mi yanaşmadır? Yoxsa siyasi proseslərdə bir elmi açıqlama verməkdən çəkinmək qısqanclığıdır. Mən şəxsən buna ad tapa bilmirəm. Bilmirəm, siz necə görürsünüz məsələni? Yox, məsələ bilirsiniz nədir? Dünyanın inkişaf etmiş ölkələrində, təhsil ocaqlarında mütəxəssislər, onlar mütləq öz peşəkar rəylərini bildirməlidir. Əlbəttə ki. Mütəxəssis efirdə olmayanda, onun yerinə sizin dediyiniz məlumatı tam olmayan adamlar çıxır və cəmaata yanlış məlumat verirlər. Ola bilməz bir insan bugün Ukraynanı şərh etsin, sabah İranı şərh etsin, birisi gün Amerikadan danışsın. Bu ola bilməz və mümkün də deyil. Problem bilirsiniz, mən heç kəsi təqdir etmək niyyətində deyiləm, hər kəsi işində uğurlar arzulayıram və ümumiyyətlə bu sahəyə girişmək də istəmirəm. Amma ixtisaslaşma olmalıdır. Məsələn, mən 32 ildir yaxın şərqlə üzrə məşğulum. Yaxın şərqlə məşğulum, yaxın şərqdəki prosesləri izləyirəm. Və orada olan bir çox dövlət adamlarını, nazirləri, dövlət başçılarını şəxsən tanıyıram. Və mənim fəaliyyətimin çox cüzi bir qismi jurnalistikadır. Çox cüzi bir qismi və ondan da kiçik bir hissəsi Azərbaycana düşür. Bəzən mən çıxışlarımda yazılan tərbiyəsiz və ya tərbiyəli şərhləri oxuyuram. Ya bəziləri yazır, bu elə danışır ki, sanki onun yanındaydı. Və yaxud da yazırlar ki, bu elə danışır ki, sanki oradaydı. Sizə ilk dəfə deyirəm, bəzi hadisələrdə həqiqətən də onun yanında oluram. Bəzi hadisələrdə həqiqətən də həmən adamların yanında oluram. Niyə ki, Elçin bəy hər addımını şəkil çəkib paylaşan jurnalistlərdən deyir? Yox, çəkib paylaşmıram. Bəziləri deyir, sən ərəb dilini bilmirsən, bəziləri deyir, fransız dili bilmirsən, ingilis dili bilmirsən. Məni tanıyanlar bilir ki, mən nəinki bu dilləri, bundan 2 qat artıq dil bilirəm. Amma hər şeyi mən vətən üçün deyirəm, pafızlı danışmağa xoşlamıram. Sadəcə dediyim odur ki, bizim yeganə marağımız Azərbaycan olmalıdır. Mən sizə uzun illər gənclərlə işləyən bir insan kimi deyirəm. Əmin olun ki, Azərbaycan gəncliyi intellektual səviyyə baxımından çox yüksəkdədir. Mən bu səviyyəni ancaq Koreyalılarda gördüm, Yapon tələbələrdə gördüm. Bu səviyyəni mən İranlılarda gördüm. İranda ali təhsil çox yüksək səviyyədədir. Və bizim tələbələr, gənclərə sadəcə dərs demək yox, onlara elm öyrətmək lazımdır. Onlara substantiv təhsil yox, onlara real təhsil vermək lazımdır və onda da əmin ola bilərsiniz ki, Azərbaycan elmində ixtiraların sayı nə qədər artacaq. Bizdə indi nəzəri elmdir. Bu çox problemdir. Yəni antoloji elmdir. Nəysə, mövzudan çox yayın. Elçin bəy, çox üzr istəyirəm də mövzu açılmışkən mən seyircilərimizə dedim ki, yazın şərhlərinizi, suallarınızı oxuyacağım. Zəfira Salih yazır. Salamlayıram buradan bütün hörmətli seyircilərimizi. Deyirlər ki, soruşur ki, bəs ölkəmiz niyə bu gündədir? Yəni, yəqin ki, situasiyadan narazı vətəndaşlarımız. Əlbəttə, situasiyadan razı olmaq məcburiyyətində heç kəs deyil. Heç kəs hakimiyyəti sevmək məcburiyyətində deyil. Heç kəs hakimiyyət nə dedisə ona, bəli, müdrikdir, elədir. Yox, cəmiyyət normal cəmiyyət belə olmur. Normal cəmiyyətdə narazılar da var, razılar da var, liberallar da var, mühafizəkarlar da var. Cəmiyyətin gözəlliyi budur. Ölkəmiz niyə bu gündədir? Gəlin bu suallara cavab verməyə çalışın. Əgər biz xarici siyasətdən danışmadıq, gəldik daxili siyasətə. Okey, olsun, mən razıyam. Birincisi, gəlin seçək. Ya biz sizlə pafosla nağıl danışmalıyıq, ya olanları danışmalıyıq. Olanları danışmalıyıqsa, biz indi çox çətin dövrdən keçirik. Mən bunu hakimiyyət mənsubu kimidir. Mən hakimiyyət mənsubu deyiləm. Hakimiyyətdə vəzifəm də yoxdur.
Pul da almıram. Sadəcə deyirəm ki, ölkəmiz həddindən artıq ağır, məsuliyyətli bir dövrdən keçir. Bu ağır və məsuliyyətli dövr nə deməkdir? Xarici çağırışlar və xarici risklər əvvəlkindən qat-qat təhlükəli hal olub. Şimalımızda, şimal qonşumuz Rusiya, Ukraynada işğalçı müharibə aparır. Ukrayna xalqını olmazın əziyyətlərə və zillətə düçar edib. Və Ukrayna xalqı azadlığı, müstəqilliyi, suverenliyi uğrunda illərdən bəri mübarizə aparır. Ölüm-dirim mübarizəsi aparır. Və Azərbaycan bu mübarizədə Ukraynanın yanındadır, aşkar şəkildə. Biz bunu həmişə demişik, deyirik və deyəcəyik. Ukrayna prezidenti cənab Vladimir Zelenskinin Qəbələyə səfəri, Azərbaycan prezidenti ilə çox mehriban görüşü və orada Azərbaycan-Ukrayna münasibətləri haqqında aparılan müzakirələr və ən əsas Azərbaycan-Ukrayna haqqında hərbi texniki əməkdaşlıq və birgə hərbi istehsal. Bu elə bilirsiniz zarafat. Yox. Bu Rusiya Çox önəmli bir məsələdir, son dərəcə. Bəli. Amma bu Ukrayna münasibətimiz Rusiya qarşı deyil. Rusiya ilə olan münasibətimiz Ukraynaya qarşı deyil. Bu ölkələrin ikisi də bunu başa düşürlər. Cənubumuzda İran. Azərbaycan cəmiyyəti indi ikiyə bölünüb. Bir tərəf deyir ki, yaxşı eləyirlər İranı vururlar, İran məhv olsun, parçalansın və s. və s. və s. Digər tərəf İranı dəstəkləyir. İrana qarşı olan zərbələrin haqsız olduğunu deyir. Və hər iki tərəf emosiyalara qapılır və qardaş-qardaşı təhqir edir Azərbaycanda. Olmaz belə. İran məsələsi çox incə bir məsələdir. Biz böyük dövlətlərin çarpışmasına qarışmamalıyıq. Bizim o gücümüz yoxdur. Yoxdur gücümüz. Özümüzü aldatmayaq. İran Azərbaycanı vuracaq. İran Azərbaycanı vurmaq istəsəydi, çoxdan vurardı. Necə Omanı İranın da belə bir gücü yoxdur da, onu da deyək. Yəni, özünüzü küçümsəmək mənasında demədiniz, hörmətli Elçin bəy, mənə elə gəlir ki. İranın raket gücü var. Küveyti də vurdu, Saudiyanı da vurdu. Bizi də vurardı. Yəni, çılğına bir yasaq gərək deyil, atalar sözdür. Deyir, torpaq möhkəm olanda öküz bir-birindən küsər. Məsələ ayrı məsələdir. İran bizi niyə vurmadı? İran hakimiyyətində olan anti-Azərbaycan element bazası çox güclüdür. Fars şovinizmi çox güclüdür. Lakin İranda real, pragmat insanlar var. Onlar başa düşürlər ki, Azərbaycana atılan hər dron, hər raket Azərbaycana qarşı yox, Türkiyə, Pakistana və Avropaya atılan bir raketdir. Və İranın, bir var İran Yaxın Şərq teatrında hərbi əməliyyatlar aparır. Bir də var İran Azərbaycana qarşı hərbi əməliyyatlar aparmağı cəhdinə düşərsə. Yəni, daxili proseslərinə təsir edən bir məqamdır. Ən birinci faktor məncə budur. Birinci amil budur, amma ondan da ciddi bir amil, geostrateji amil odur ki, İran münaqişəni Cənubi Qafqaza və oxu Avropaya daşımaq istəyərsə, İranın halı çox pis olar. Niyə? Çünki indi ABŞ-ın koalisiyasına qatılmaq istəməyən Britaniya, Fransa, İtaliya, Çexiya, Polşa və ümumiyyətlə bu Avropa ölkələri, ələl xüsusda Türkiyə, Azərbaycana qarşı aqressiv addım olarsa, bir mənalı olaraq İrana qarşı aktiv addımlar atacaqlar. İran da bunu istəmir. Ona görə yox ki, bizi sevir, bizi hörmət edir. Yox. Ona görə ki, çəkinir, bilir nə olacaq. İkincisi də ki, Güney Azərbaycan məsələsini unutmayaq. Güney Azərbaycan məsələsini nə böyütmək lazımdır, nə küçümsəmək lazımdır, kiçiltmək lazımdır. Güney Azərbaycana bu dəqiqə əfsuslar olsun ki, Milli Azadlıq Hərəkatı aktiv deyil. Amma istənilən an partlaya bilər. İran da bunu bilir. İndi qayıdaq Azərbaycanın daxili məsələsinə. Bütün bunları nəzərə alaraq biz hərbi büdcəmizi sürəkli artırmaq məcburiyyətindəyik. Məcburuq ki, sənədlərimizi qapalı saxlayaq. Sənədlərimizin qapalı qalması antiterror əməliyyatlarından, Covid-lə filanla bağlı deyil. Heç birinin bunun əlaqəsi yoxdur. Hətta Şimali Koreya belə öz sərhədlərini açdı. Covid-lə bağlı məhdudiyyətləri götürdü. Dünyada yeganə sərhəd məhdudiyyəti Covid-lə bağlı qalan ölkə bizik. Bunu da bilirsiniz. Və tamaşaçılar da soruşurlar və düz deyirlər ki, Gürcüstan sərhədi açıb, Ermənistan açıb, Rusiya açıb, Özbəkistan, bütün hamı açıb, biz niyə açmırıq? Sual yaranır da, normal bir sualdır.
Niyə mən Gürcüstana gedib gələ bilmirəm deyir vətəndaşımız. Niyə Amma Rusiya rəsmi gedib gələ versiya bilmir? təhlükəsizlik məsələsidir. Yox, təhlükəsizlik məsələsidirsə, niyə Gürcüstan açıb? Niyə Ermənistan açıb? Niyə Rusiya açıb? Biz də onu soruşuruq və deyirlər ki, təhlükəsizlik üçün biz bağlamışıq. Ya başa düşdümü? Təhlükəsizliksə onlar niyə açıb? Sual konkret və dəqiqdir. Demək deyildi. Onlar bizdən savadsızdılar, onlar bizdən az bilirlər, onlar istəyirlər ki, ərazilərində teraktlar olsun. Yox, elə deyil. Məsələ ondan ibarətdir ki, Azərbaycan bütün bax bu ölkələrdən fərqli olaraq iki qan çanağının arasındadır. Rusiya və İran. İrana gediş-gəliş normal olarsa, oradan gələn minlərlə insanın hamısını yalan poliqrafından keçirmək imkanımız yoxdur. Əmin olun ki, bura gələn turistlərin arasında xeyli casus olacaq. Rusiyadan da bura gələn ekspatların 10 minlərlə, 100 minlərlə ekspatlar arasında xeyli casus olacaq. Gürcüstanda bu cür kəşfiyyat əməliyyatları aparmaq asandır, aparılır da. Amma o qədər önəmli deyil. Azərbaycan çox önəmlidir. Hədsiz dərəcədə önəmlidir. Bu ölkələr üçün, Rusiya üçün, İran üçün, Qərb üçün. Və buna görə də biz məcburuq. Bu sərhədlərin bağlanması hamıdan çox Azərbaycan hakimiyyətinə, hökumətinə, dövlətinə, iqtidarına külli miqdarda maddi ziyan vurur. Xalqımıza maddi ziyan vurur. Çünki quru sərhədlərinin qapalı olması hər ay 100 milyonlarla itki deməkdir, dollar. Yəni dövlət bunu başa düşmür. Bilirsiniz, bu məsələ artıq hansı mərhələyə gəlib? Artıq vətəndaş dinləmir. Dinləmək istəmir. Çünki bütün versiyalar, səsləndirilən versiyaların altı boşdur. Yəni təhlükəsizlikdirsə, siz demiş, niyə? Rusiya ilə Ukrayna savaşır, sərhədləri açıqdır. Yəni təhlükəsizliyin daha ciddi forması nə ola bilər? Siz ən güclü versiyanı səsləndirdiniz birinci dəfə, indi yenə səsləndirirsiniz. Mən də sizlə tamamilə razıyam və mən deyirəm, burada təhlükəsizlik məsələsi deyil. Burada dövlətin var olma məsələsidir. Və bunu necə istəyirsə adlandırın. Ay, mən hakimiyyətin lehinə danışıram filan. Xeyr. Quru sərhədlərinin bağlı qalması Azərbaycanda 100 minlərlə insanın həyatına bilavasitə təsir edir. Dövlətin həyatını, yaxşı, vətəndaşlarımız, məsələn, cənub bölgələrində olan bacı qardaşlarımız İrana gedib ucuz mal alırdılar, gəlirdilər və yaxşı da edirdilər. Qərb bölgəsində Qazax, Gəncə, Toz, Şəmkir bölgəsinin sakinləri Gürcüstana rahat gedib gəlirdilər. Rusiyada həmçinin rahat gedib gəlirdilər. Bu olmalıdır, amma o yoxdur. Niyə? Hakimiyyət belə istəyir, xeyr. Hakimiyyət bunu istəmir. Dediyim kimi, bizim itkilərimiz çox böyükdür. Sadəcə məmurlar bunu demirlər. Bilmirəm niyə demirlər. Amma deyilməlidir. Məsələ budur ki, bir daha deyirəm, biz iki qan çanağının arasındayıq. Bu iki qan çanağının ikisi də Azərbaycanın qanına susuyub. Zahirən üzümüzə gülürlər, zahirən dostluq, müttəfiqik, filanıq deyirlər. Amma ikisi də Azərbaycanı öz geosiyasi və geohərbi oyunlarının meydanına çevirmək istəyir.